vaxtınız xeyir olsun, dəyərli informatika müəllimləri. Deməli, hal-hazırda ekranda gördüyünüz sual MİT 2026-cı ildə informatika fənnindən düşən suallardan biridir. İlk öncə onu qeyd edim ki, MİQ və sertifikasiya qruplarına artıq qeydiyyatlarımız başlayıbdır. Qeydiyyata düşmək üçün 051 313 03 47 nömrəsinə yazmağınız kifayət edir. Bundan əlavə, YouTube kanalımıza abunə olmağı, videolarda şərh bölməsində fikirlərinizi bizimlə bölüşməyiniz bizim üçün çox xoşdur. İndi isə suala baxaq. Deməli, bir A sətri qeyd edilibdir və B bərabərdir A-ya. B A-ya bərabərdir o deməkdir ki, B özü də həmin A-nın sətri, A sətri nəyə bərabərdirsə ona bərabərdir. Sonra üçüncü sətirdə qeyd edilir ki, A bərabərdir A nöqtə AP. AP nədir? AP sətrin daxilindəki bütün elementləri, yəni bütün hərf elementlərini böyük hərfə çevirir. Onda A-nın artıq yeni forması bu şəkildə olur. Oldu belə. Sonra S sətrimiz var, daha doğrusu S dəyişənimiz var. Qeyd edilir ki, A-ya müraciət et. Baxın, ilk addım yoxdur, ancaq sonuncu addım 3-dür. Və biz bilirik ki, sonuncu addımı heç vaxt götürmürük. Gəlib sıfırdan başlayıb əvvəlcə həmin bu sətri nömrələyirik. Demək istəyir ki, bu birinci hissədə 3-ə qədər olanları götür. 3-ə qədər nə var? 0, 1, 2, yəni İ-N-T. Üstə gəl deyir. Baxın, bu İ-N-T özü sətir tipindədir. Üstə gəl. Fikir verin, mötərizənin içində 0,10.000-də 9999 qeyd edilib. Ondan əvvəldə int qeyd edilib. Bu o deməkdir ki, bu 0,9999-un sadəcə tam hissəsini götürək. Tam hissəni götürürük. Olur burada nə? 0. Ondan da əvvəldə qeyd edilibdir ki, bunu sətir tipinə keçir. Yəni 0-ı artıq sətir tipinə keçirik və əlavə edirik nəyi? B nəyə bərabər idi? Kiçik hərflə yazılmış internet sətrinə bərabər idi. Bu dəfə deyir ki, sən 4-dən sonrakıları götür. Yəni kiçik hərflə də gələk burada bir internet sözümüzü yazırıq. 0, 1, 2, 3, 4, 5, 6, 7. Başlanğıc addımı verib sonuncu addımı verməmək o deməkdir ki, başlanğıcdan başlayaraq sona qədər nə qədər ki elementlər var, hər birini seçməliyik. Olacaq bu da R, N, Y, T və sətir tipinin üzərində olan əməliyyatlardan artıq bilirik ki, sətir tipini toplayanda nə edirik? Gətirib yanaşı yazırıq. Onda belə bir yeni sətrimiz yaranır. Düzgün cavabımız da olacaq A variantı. Sağ olun, sağlıqla qalın.